Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Mən sizə Maşlağa qəsəbəsində 128 nömrəli orta məktəbə, Görüş Şadlıq Sarayına, Kirov dairəsinə və metrolara gedib gələn bütün marşrutlara yaxın ərazidə 11 sot torpaq sahəsi dostlar. 11 sot torpaq sahəsində 120 kvadrat otaqları böyük olan 3 otaqlı koridor şəraitində 8 daş kürsü ilə evi var. Evdə yaşayış az olub. Evin torpaq sahəsində bir neçə ev tikmək mümkündür. Operator görsət buranı. Bax bu torpaq sahəsi görürsünüz evlə. Arada hasar var. Hasarla bu görsənən hasarın arası 3 sot yarımdır. Bu torpaq sahəsi. Operator bu yolunu da görsət. Bu da yol, maşın gələn yoldur. Atdelli qapılarla bir neçə ev tikmək mümkündür. Yaxın ərazidə qeyd elədim ki, orta məktəb yerləşib 128 sayılı. Operator, daxil ol həyətə. Evimiz 7 sot torpaq sahəsində Atdelli tam yaşayışdır. Zəhmət olmasa operator, əhatəyə gəl. Əhatədə evlərə baxın. Tam yaşayışlıdır. Torpaq sahəsi Atdellidə satılır. Kim istərsə torpaq sahəsinin qiyməti 18.000 manatdır. 3 sot yarımdır. Torpaq sahəsinin də qazı, işığı, suyu hamısı yaxın ərazidədir. Sənədi sərəncamdır. Daxil olduq biz indi evə. Bu evin həyətidir da dostlar. Görürsünüz orada əncil ağaclar var. Bəzi ağaclar var mövcuddur. Burada şambolsu var dostlar, görürsünüz. Evin böyründə bir dənə də ev tikmək mümkündür. Kim istəsə, evin sol tərəfində bir dənə ev tikə bilər. Bu da onun həyətidir, burada dərbəzə də qoymaq mümkündür. O yolu qabağa gətirib, burada bir dənə, iki dənə ev yerləşdirmək mümkündür. Bu da həmin evin padvalıdır dostlar. Həmin evin padvalıdır. Yəni, operator çəkə bilərsən, padvalıdır, hündür padvalı. Su dolduruşla. Həyətində ehtiyat su səni var. Ehtiyat su səni var. 8 daş kürsü iləndir dostlar. Evə daxil olmamış əhatəni çək, zəhmət olmasan. Dostlar, əhatəyə baxın. Əhatə hamısı yaşayış massividir. Evin dörd bir tərəfi yaşayış massividir. İndi daxil oluruq biz evə. Evin çox geniş koridoru var. Çox geniş, çox gözəl evin koridoru var. Evimizin hündürlüyü də çox gözəldir. Zalımız çox genişdir dostlar. Bax, evin zalı bax, çox genişdir. Tavanla görürsünüz işlənir. Bu televizor qoymağa yeridir. Pəncərə öz həyətinə baxır dostlar. Burada mətbəxi yerləşir. Mətbəxin də pəncərəsi öz həyətinə baxır. Mətbəx də genişdir. Yenə də qayıdırıq koridora dostlar. 2 dənə böyük otağı var. Bu bir otağımızdır. Dostlar, bu digər otağımızdır. Görürsünüz. Otaqlar çox genişdir. Çox geniş otaqlardır. Hər iki otağımız genişdir. Və koridora geri dönəndə koridorda sanitar qovşağı yerləşir. O da genişdir. Kim istəsə, dostlar, bu gözəl evimizdə sahib olmaq, bu evimizin qazı, suyu, işığı hamısı mövcuddur. Qazı pul ödənilib, yaxın günlərdə qaz da çəkiləcək. Su var, işığı var, internet linası var. Sənədi dostlar sərəncamdır. Dörd bir tərəfi görürsünüz asardır. Dörd bir tərəfi evin asardır. Qeyd elədiyim kimi, evi kim ümumi istəsə 11 sotun içində qiyməti dostlar 108.000 manatdır. Kim bölgü ilə istəsə, torpağı ayırıb Atdelli istəsə qiyməti 18.000 manatdır. Yerdə də qalan evimizin qiyməti nə qədər olduğunda kim deyər?
Torpaq atbelini satılsa 18 minə. 108 mində evin qiymətidir. 90 mində evimiz olur 7 sotun içində. Elə mi? Allah xeyir versin dostlar. Kimə maraqlı olsa qeyd elədiyim nömrələrlə əlaqə saxlaya bilər. 055 ilə 557 57 15 055 ilə 501 57 15 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Ev tikənlər də zəng eləyə bilər o torpağa görə, çünki yeri yaxşıdır. Əhatə də tam yaşayışlıdır, məktəb var, restoran var. Ofşi Zabrat Maştağa yoluna, Ofşi Maştağa Buzovna yoluna yaxın ərazidə yerləşir. Allah hər kəsə gözəl ev-eşik qismət eləsin. Kim istəsə bağ evi kimi də istifadə edə bilər. Torpağı böyük, evi də normal evdir. O ara zaboru operator görsət, zəhmət olmasa, dərvəzadan sonra olan zaboru görsət, çöl tərəfdən də göstərə bilərsən. O hasar sökülmüş olsa 11 sot, 12 sot hardasa bağ sahəsi olur. Kim istəsə bağ da eləyə bilər. Yeri çox gözəl yerdədir, evi də genişdir. Cüt daşdan tikilmə evdir. Qiyməti qeyd elədiyim kimi ümumi 108 min manatdır. Kim istəsə qeyd olunan nömrələrlə əlaqə saxlaya bilər. Allah hər kəsə gözəl gün, gözəl ev-eşik, gözəl müştəri qismət eləsin inşallah. Çox sağ olun dostlar. Var olun. Allah köməyinizdə olsun. Hər birinizin əlini sıxıram inşallah.